və 2026 vision boardunu hazırla. Gəlin birlikdə 2025 vision boardumda nələr həyata keçib onlara bir baxaq. Bu arada onu deyim ki, mən telefonda eləmişdim. Şəkilləri çıxardıb hər hansı bir kağıza, kartona yapışdırmamışdım, amma belə də həyata keçdi. Mən ekrana qoyacağam, siz oradan görə bilərsiniz. İlk öncə başlamaq istəyirəm, burada təmiz üz görürsünüz. Mənim ilk başlarda üzüm çox pis idi, yəni şəklini mən qoyaram sizin üçün. Amma hal-hazırda yəni ən azından biraz düzdür, üzümdə makyaj var, amma biraz azalıb demək olar. Hal-hazırda heç bir kosmetoloq və dermatoloq yanına getmirəm, hər hansısa bir dərman da atmıram, amma ona rəğmən düzəlib deyə bilərəm. Burada siz təyyarə şəkli görürsünüz. Mən bu il Sloveniya getdim, Avropa kubokunda iştirak edirəm. Hətta siz burada kubok şəkli görürsünüz. Mən bir ara düşünürdüm ki, bəlkə buradakı kubok Avropa kuboku falan belə biraz bəlkə də əlaqələnib bir-birindən, yəni bilmək olmaz siz nəyi manifestləyirsiniz. Mən bunu sadəcə qalibiyyət olaraq manifestləmişdim ki, yəni yarışlarım yaxşı olsun, yaxşı nəticələr əldə edim, normativlərim yüksək olsun ki, xarici yarışlara lisenziya qazana bilim. Sloveniyaya getdik. Orada ikinci dəfə oluram. Bir başqa ölkə olaraq Xorvatiyanı gördüm. Xorvatiyada olduq. Siz burada 10K görürsünüz. 10K YouTube-da olmaq istəyirdim, amma bunu biraz başqa cürə manifestləyə bilərdim ki, məsələn Instagramda izləyicim artsın falan filan. Çünki mən bunu manifestlədiyim zaman ancaq YouTube-la işləyirdim. Yəni Instagrama çox az video atırdım. İndi əksinə istəyirəm Instagramda daha çox izləyicim olsun. Yəni 10.000 olum, çox azdır. Yəni 5.000, 10.000 oldum YouTube-da. Zaten bunun olması yəni real idi. Çünki mən artıq vision boardumu eləndə 6-7 min idim. Yəni 10.000 olmama çox az qalmışdı və mən 10.000 oldum. Pasport şəkli görürsünüz. Yəni yenə dediyim kimi burada səyahətə aid nə varsa hamısı yerinə yetdi demək olar. Digital kamera. Bu ən çox istədiyim idi. Bu vision boardda ən çox istədiyim digital kamera idi. Onu da ki mən bu dekabr ayında onu aldım. Axır ki, rəfiqəmlə bir şəkil. Mənim rəfiqəm İspaniyadadır, Emilia. O bura 2 il idi ki, gəlmirdi. Bu il gəldi. Bu il onunla çox gözəl vaxt keçirdik. Hətta YouTube-da vlog da paylaşmışam bununla bağlı. Oradan gedib izləyə bilərsiniz. Yəni bu da real oldu. Like qoymuşam, 77.000 like qoymuşam. Yəni videolarını tutsun istəyirdim. Mənim bir dənə videom tutdu. Neçə gözlüyünü neçə aldım. O da hardasa 67.000 falan like alıb, yəni yaxındır. O videodan sonra artıq videolarım başladı tutmağa. Yəni bu da həyata keçdi deyə bilərəm. Love yourself falan, yəni businesswoman şəkli görürsüz. Yəni iş qadını olaraqmı gedib, yoxsa sadəcə gözəlmi, xoşuma gəldiyi üçün qoymuşam, onu bilmirəm, amma bu da realı keçdi. Güllər və relationship görürsüz. Yəni mən bunun haqqında çox danışmaq istəmirəm, amma bu da oldu. Yəni I'm healthy, a new era of me, I'm so lucky. Bir də burada siz parti görürsünüz, yəni konsert görürsünüz. Mən ömrümdə heç vaxt konsertdə olmamışdım. Bu il Animanın konsertində oldum. Yəni bu sayılır məncə. Yəni həqiqətən çox maraqlı idi. Mən çox əylənmişdim. Qiymətlər qoymuşam. Qiymətlərim yaxşıdır. Birinci semestr çox da yaxşı olmadı. Amma bu semestr imtahanlara 40 plusla girəm, hətta 45 plusla. Məncə son olanda da olsa oldu. Mənim vision boardum belə idi ki, çox az şey qoymuşam, amma hamısı da olub. Mənim sizə vision boardla bağlı məsləhətim o olar ki, yəni belə realistik şeylər qoyun. Həqiqətən ürəkdən inanın. Mən hamısına ürəkdən inandığım üçün hamısı oldu. Vision boardumda da